Salam uşaqlar, bugün sizinlə 27 aprel dəstək məqsədi ilə 9-cu sinif buraxılışa aid belə bir sınaq işləyəcəyik. Yəni, vaxt keçmədən keçək sınağın izahına. Birinci sualda deyir ki, düzgün çoxbucaqlığın bir xarici bucağı 30 dərəcə olarsa, bu çoxbucaqlığın daxili bucaqların cəmini tapın. Biz bilirik ki, bir xarici bucağın tapılması necə idi? 360 bölünsün n düsturu ilə. Və bu da deyir ki, bir xarici bucaq neçə dərəcədə? 30 dərəcə. Onu da bərabər edəcəm 30-a. Buradan n-i tapsam, olacaq 360 böl 30. 360-ı 30-a bölsək düşəcək n 12. Yəni, bu düzgün 12 bucaqlı imiş. İndi düzgün 12 bucaqlının daxili bucaqlarının cəmini tapaq. Daxili bucaqların cəmini tapmaq düsturu 180 vurulsun n-2 ilə tapa bilərsiniz. Amma daha asan üsulu olaraq bir xarici bucaq 30 dərəcədirsə, onda burada tutaq ki, xarici bucaq 30 dərəcədə, onda daxili bucaq olacaq 150 dərəcə. Və 12 bucaqlı olduğu üçün elə 150-ni vuraram 12-yə, elə birbaşa cavabı almış olaram. Bir-birinə vursaq eləyəcək 1800 dərəcə. Yəni, doğru cavab olacaq. Bir də A variantı. Keçək ikinci suala. Deyir, AB çoxları üçün A 6-dır, B 8-dir, birləşməsi 11 olarsa A fərq B-ni tapın. O zaman buradan Euler-Venn diaqramı çəksək, 2 ədəd, biri A olsun, biri də B olsun. Və bizim belə bir düsturumuz var. N, A birləşir B bərabərdir N, A, üstə gəlsin N, B və çıxılsın N, A kəsir B-yə. Bu düsturda qiymətləri yerinə yazsaq, olacaq birləşməsi 11-dir, bərabərdir 6, üstə gəlsin 8, çıxılsın N, A kəsir B-yə. Buradan N, A kəsir B-ni tapsaq, bərabər olacaq 6 ilə 8-in cəmi eləyəcək 14, 14-dən də 11 çıxanda qalacaq 3. Deməli, kəsişmə neçədir? 3-dür. A-nın 6 elementi var idisə, 3-ü buradadırsa, onda 3-ü də bu hissədə olacaq. A fərq B. Yəni, bu hissə oldu neçə? 3. Yəni, doğru cavab oldu C variantı. Buranı təmizləyək, keçək 3-cü sualımıza. Deməli, 3-cü sualda bizdən nə istəyir? Deyir, verilmiş çevrədə AB və AC toxunandır. BAC 50 dərəcə olarsa, yəni A bucağı, BDC bucağını tapın. Onda biz neyərik? Mərkəzdən bu toxunanlara radius çəksək, yəni düz xətt çəksək, biz bilirik ki, bura 90 dərəcə, 90 dərəcə bucaq altında kəsir. Bunu biz bilirik. Burada 50 dərəcə olduğundan bura 50 dərəcə yazaq və biz bu dərəcəni tapa bilərik. Bu dərəcədə 1x olsun. Bu iki tərəf burada 4 bucaqlanır da 90 deyə cəmləri, onda digər iki bucağın, yəni 50 dərəcəli bucaq ilə x dərəcəli bucağın cəmi də olmalıdır neçə? 180 dərəcə. Biz bilirik ki, 4 bucaqın daxili bucaqların cəmi 360, 90-90 çıxsaq qalacaq digər iki bucağa 180 dərəcə. Buradan da x-i tapsaq, x olacaq 130 dərəcə. Və x mərkəzi bucaq olduğu üçün onda söykəndiyi qövsdə olacaq neçə dərəcə? 130 dərəcə. Biz bilirik ki, mərkəz bucaq söykəndiyi qövsə bərabərdir. Onda 360-dan 130 çıxsaq, tam çevrəni qalacaq 230 dərəcə. Deməli, bu qövs oldu 230 dərəcə. Yəni, DBC bucağın söykəndiyi qövs. Və biz də bilirik ki, daxili bucaq söykəndiyi qövsün yarısı. 230-un da yarısı, yəni 2-yə böləcəm 230-u, düşəcək 115 dərəcədir. Yəni, BDC qövsü olacaq 115 dərəcə. Doğru cavab olacaq Y variantı. Keçək 4-cü suala. Deyir, ABCD paralelogramında AY YD-yə perpendikulyardır. Həm də bir-birinə bərabərdir. AY YD-yə bərabərdir. Və BY bizdə 1-dir. Bura 1 yazıram. YC də 7-dir. Burada yazdım 7. Yəni, cəmi BC neçə olacaq? 8. Və BC ilə də AD qarşı tərəflər olduğu üçün burada olacaq 8. Burada düz bucaqlı, bərabər yanlı düz bucaqlı 3 bucaqdır. Təpə nöqtəsindən endirilən hündürlük həm median olur, həm tənbəl olur, elə həm də hündürlüyün özü olur. Deməli, biz də median çəkmişiksə, düz bucaqlı 3 bucaqda hipotenuza. Hipotenuz burada AD-dir. Həmin hipotenuzun yarısına bərabər olacaq. 8 isə 4 hissələrə bölünəcək. Elə həmin medianın özü də 4 olacaq. Biz də dedik median həm də hündürlükdür. Həmin hündürlüyü onda bir dənəsi də buradan çəksək, AD tərəfinin hündürlük. Bura 1 olduğu üçün aşağı hissədə olacaq nə? 1. Cəmi bura 4 idi də. Bura 1-dirsə, onda bu kiçik hissə olacaq neçə? 3. Bura 3-dür, hündürlüyə də biz neçə tapmışdıq? 4 tapmışdıq. Burada 4. Burada düz bucaqlı 3 bucağa görə 3, 4 katet olarsa hipotenuz olacaq neçə? 5. Yəni Pifaqor üçlüyüdür. Yəni CD də AB-yə bərabər olduğu üçün CD də 5 olur. 4-də oldu Y variantı. 5-ci sual.
Burada 5-ci sualda modulda olduğu üçün və bunların cəmi 0 olduğu üçün moduldan ya 0 çıxar, ya da müsbət bir ədəd. Yəni müsbət ədəd çıxsa, onların cəmi heç vaxt 0 eləməz. Deməli, hər iki modulu 0-a bərabər götürməliyəm. Onda olacaq 2a üstə gəlsin b üstə gəlsin 5 bərabər 0-a. Bir də 3a çıxılsın 2b çıxılsın 3 bərabərdir 0-a. Buradan yuxarı hissənin hər tərəfini 2-yə vursam, burada olacaq 4a üstə gəlsin 2b üstə gəlsin 10 bərabər 0-a. Onda bu iki tənliyi toplasaq alt-alta, b'lər ixtisar gedəcək. 3a ilə 4a-nı toplasam 7a, mənfi 3 ilə müsbət 10 toplasam eləyəcək müsbət 7 bərabər 0-a. Buradan 7a bərabər olacaq mənfi 7-yə, a da bərabər olacaq mənfi 1-ə. Yəni a-nın qiyməti oldu mənfi 1. Aparıb yerinə yazıb b-ni tapsaq, birinci elə tənlikdə yerinə yazaq olacaq mənfi 2 üstə gəlsin b üstə gəl 5 bərabər 0-a. Buradan da b bərabər olacaq mənfi 3-ə. Biri mənfi 3 oldu, biri də mənfi 1 və bizdən onların hasilini soruşur. Mənfi 1-i də təbii ki mənfi 3-ə vursaq eləyəcək müsbət 3. Doğru cavab olacaq 5-də də A variantı. Keçək 6-cı suala. Deyir ABC artan sıra ilə verilmiş ardıcıl cüt ədədlərdir. İfadəsinin qiymətini tapın. Yaxşı, buranı təmizləyək. Deməli, onda mən belə yaza bilərəm. ABC artan sıra ilə verilmiş cüt ədədlərdirsə, yazıram A. Cüt ədədlər necə artır? 2, 4, 6, yəni 2, 2 artır da. Onda B-ni yerinə yaza bilərəm A plus 2-yə. Və C-nin də yerinə yaza bilərəm. B-dən sonra bir-dən də üzərinə 2 gəlməli. Yəni 2, 2 artıraq. Onda olacaq A plus 2 plus 2, yəni A plus 4-ə. Bu oldu B, bu da oldu C. İfadə elədim A ilə. Aparıb yerinə qiymətlərini yazsam, olacaq A çıxılsın B. Artıq B-nin yerinə nə yazacağım? A plus 2. Yazıram A üstə gəl 2 mötərizədə. Bir də bunda mötərizəyə alıram. Sonra vururam. B çıxılsın C. B-imizin qiyməti A üstə gəl 2 idi. Çıxılsın, bir də C-nin qiyməti mötərizədə A üstə gəl 4. Mötərizəni bağladım və böləcəm bunu C çıxılsın A-ya. C nə idi? A üstə gəl 4 çıxılsın A-nın özü. Bu da bərabərdir. Yuxarıda mötərizələri açsam, olacaq A çıxılsın. Mötərizənin içindəki ifadələrin hər bir işarəsi dəyişəcək. Çıxılsın A, çıxılsın 2. Vurulsun, burada da A üstə gəlsin 2 çıxılsın A. Çıxılsın 4-ə. Aşağıda da A-lar ilə ixtisar gedəcək. Daha doğrusu islah olacaq, qalacaq 4-ün özü. Yuxarıda deməli A-lar islah oldu, qaldı mənfi 2 vurulsun. Burada da A-lar islah oldu. Mənfi 4 ilə də müsbət 2-ni toplayanda yenə mənfi 2 eləyəcək. Bölünsün bir də 4-ə. Mənfi 2 mənfi 2-yə vuranda 4 eləyir. 4-ə də bölsəm olacaq müsbət 1. Yəni doğru cavab olacaq burada da D variantı. Keçək 7-ci suala görək bizdən nə istəyir. Mən ümumiyyətlə deyirəm ki, uşaqlara üstündə əgər xətt varsa mütləq onun açılışını yazmaq lazımdır. Açılışını yazsaq olacaq 100A üstə gəlsin 10B. Bir də üzərinə C gələcəm. Çıxılsın 10A. Bir də çıxılsın C-nin özü bərabərdir 320-yə. Buradan C-lər islah olacaq. 10A-dan, daha doğrusu 100A-dan 10A çıxanda qalacaq 90A üstə gəlsin 10B. Bərabərdir 320-yə. Hər tərəfi 10-a bölsəm olacaq 9A üstə gəlsin B bərabərdir 32-yə. Hər tərəfi 10-a böldüm, sıfırlar ixtisar oldu. 9A üstə gəl B elə AB. Deməli 3 olacaq A. B də olacaq neçə? 3 dəfə 9 27 eləyəcək. 32-dən 27 çıxanda qalacaq 5. Təbii ki, burada A-nın qiymətlərini yoxlamaq lazım. Məsələn 4 və 4-dən yuxarı qiymət vermək olmaz. Çünki 9-u 4-ə vuranda elə 36 eləyir də. Cəm necə 32 olsun. Onda 4-dən kiçik qiymətlər verəndə bir dənə 3 ödəyəcək. A da 3 olanda B-nin qiyməti olacaq 5. Və bizdən də bunların cəmini soruşur. 3 üstə gələk 5 bərabər eləyəcək neçəyə? 8-ə. Yəni doğru cavab olacaq 7-də də C variantı. Buranı silək, keçək 8-ci suala. Deməli, 8-ci sualda deyir ki, A-nın neçə tam qiymətində ifadəsinin qiyməti tam ədəd olar. Onda biz burada nə edəcəyik? Belə yaza bilərik. 2A, buradan yazıram. 2A çıxılsın 13-ü, burada A çıxılsın 2 almaq lazımdır. Onda belə deyək. Çıx 13-ü belə parçalayarıq. Çıx 4 və çıx 7 şəklində. Yoxsa düz demədik. 13-dən 4 çıxanda 9 edirik. Çıx 9 şəklində. Buradan da A çıxılsın 2-nin özünü yazaram. Və buradan 2-nin mötərizə xaricində çıxarsaq olacaq A çıxılsın 2-nin özünü almış olduq. Bir də çıxılsın 9. Bölünsün A çıxılsın 2. Və bunu da ayrı-ayrı kəsirlərdə yazsaq olacaq 2 vurulsun A çıxılsın 2 və A çıxılsın 2. Bunlar ixtisar gedəcək. Bir də üstünə gələcəm. Daha doğrusu çıxacam.
9 böl A çıxılsın 2'ye. Bu da bərabərdir. Burada 2 qaldı. Olacaq 2 çıxılsın. 9 bölünsün. A çıxılsın 2. İndi bizə şərtdə deyir ki, bu ifadə tam qiymət alır. Yəni tam ədəd olar. Onda 9'un bölənlərinə baxmalıyıq. Yəni 9 bu ifadəyə A-2'ye tam bölünməlidir. 9'un bölənləri də 1, sonra 3 və 9'un özüdür. Onda olacaq A çıxılsın 2 bərabərdir. Heç burada sayını bizdən sadəcə soruşur. Onda olacaq 1 müsbət 1, 3, 9. Bir də bunların mənfisi. Yəni -1, -3 və -9. Yəni cəmi də oldu 6 ədəd. Sayını bizdən soruşur. Oldu 6. Yəni B variantı. Keçək 9-cu suala. Deyir ifadəsinin qiymətini tapın. Onda olacaq bu şəkildə. Olacaq 90'da 4. Aşağıda da olacaq. Məxrəcdə də olacaq 990'da. Yəni mötərizənin içərisində dövrün nə qədər ədəd varsa, neçə ədəd dövr eləyirsə o qədər 9 yazırıq. Dövrün əvvəlində neçə rəqəm varsa o qədər də 0 əlavə eləyirik. Olacaq 990'da 2. Böləndə tərsinə vuracaq. Olacaq 90'da 4 vurulsun. 2'də 990. Buradan ixtisar gedir 2'yə qalır burada 2. Sıfırlar gedir. 99'da 9'a böləndə eləyəcək 11. 2, 11. Hasili neçə eləyəcək? 22. Yəni doğru cavab olacaq 9'da da B variantı. Keçək 10-cu suala. Deyir bərabərsizliyi həll edin. Təbii ki, hər tərəfi 2'yə vuraq ən yaxşısı kəsrdən azad olsun. 2'yə vursaq 2'lər ixtisar edəcək. Qalacaq x minus 6. 3'ü 2'yə vursaq eləyəcək üstəgəl 6 böyükdür. Bu x'i də 2'yə vursaq hər tərəfi 2'yə vurmalıyıq da. Olacaq 2x. 6'lar ixtisar gedir. X'i də digər tərəfə keçirsəm olacaq 0 böyükdür. 2x çıxılsın x, yəni x-dan. Yəni burada da yerlərini çevirsək olacaq x kiçikdir 0'dan. Mənfi sonsuzluqdan 0'a qədər. 0'ın özü də daxil deyil. Yəni doğru cavab olacaq A variantı. Keçək 11-ci suala. Buranı təmizləyək. Deyir ki, paraleldir. Aha, ABC 20 dərəcədir. Onda bura yazıram 20 dərəcə. CDY 160 dərəcədir. Burada yazıram 160 dərəcə. Bizdən BCD-ni soruşur. Yəni buranı bizdən soruşur. Onda mən DY-ni biraz da bu tərəfə uzadıram və BC-ni də aşağıya doğru uzatacağım. Bura 20 dərəcədirsə, burada 20 dərəcə olacaq. Çünki daxili çarpaz bucaqlar olur. Onda bura 160-dırsa, burada olacaq 20 dərəcə. Cəmi 180 dərəcə daxil. 180-ə 160 çıxanda qalır 20 dərəcə. Və bizə burada 3 bucaq yaranır. 3 bucağın bir xarici bucağı, ona qonşu olmayan 2 daxili bucağın cəminə bərabərdir. 20-20 olacaq neçə? 40 dərəcə. Yəni doğru cavab olacaq 11-də də Y variantı. Keçək 12-ci suala. Deyir ABCD düzbucaqlı 3 bucağında 90 dərəcədir. Onda bura bir perpendikulyar işarəsi qoyaq. BD tən bölən AB 30 olarsa BC də 24'dür. Bura 24. AD-ni tapın. Onda biz burada nə edə bilərik? İlk öncə Pifaqordan AC-ni tapaq hələ. Onda olacaq Pifaqor teoremi tətbiq edəcək. AC olacaq AC-nin kvadratı üstə gəlsin, yəni katetlər kvadratı. 24'ün kvadratı bərabərdir 30'un kvadratına. Buradan olacaq AC kvadratı bərabərdir 30'un kvadratı eləyəcək 900. Buna da çıxacam 24'ün kvadratını, yəni 576'nı. Bu da çıxanda eləyir 324. AC kvadratı 324'ə bərabərdirsə 324'dən kök neçə çıxır? 18. Yəni 18'in kvadratıdır. Onda AD-yə bir x desək, DC olacaq nə? 18 çıxılsın x-a. İndi mən nisbətləri buradan götürsəm, onda olacaq 30 bölünsün AD-yə, yəni x-a bərabər olacaq 24'ün oturacağı, yəni 18 minus x-a. 18 çıx x-a. Buradan da olacaq 18 vurulsun 30 çıxılsın 30x bərabərdir 24x-a. 30 digər tərəfə keçsək olacaq 24'dən toplayanda 54x bərabərdir 30 vurulsun neçəyə? 18'ə. Bir də buradan da olacaq x bərabərdir 54'də 30 vurulsun 18. Bu belə misallarda heç vaxt yəni oturub vurmayın da, yekunda böləcəyik deyə ixtisar gedir. Elə burada ixtisar gedəcək 18'in 54. Burada 3 qalacaq. 30'u da 3'ə böləndə düşəcək 10. Deməli x-im oldu neçə? 10. Elə x-i də AD ilə işarələmişdim, oldu 10. Yəni D variantı. Buranı təmizləyək, keçək 13-cü suala. Yuxarıda təmizləyək. Deməli 13-cü sualdan maraqlı sualdır. Deyir ifadəsinin qiymətini tapın. Deməli burada 4 dənə 2 üstü 4 var. Onda olacaq 4 vurulsun 2 üstü 4. Onda üstü -3. Bir də vurulsun 4 üstü 10'da yazıram 2 üstü 2. 10'da üstü 4 2'nin kvadratda. Onda üstü 10. Bu da bərabər olacaq.
4 də elə 2 üstü 2 deməkdir. Yazıram bunu 2 üstü 2 şəklində. Bir-birinə vuranda olacaq nə? Üstlər toplanacaq. Yəni 2 üstü 6 və 10 da üstü -3. Bir də vurulsun 2 üstü 2, 10 da üstü 10 bir-birinə vurulacaq. Qüvvətin qüvvəti hasil olur. Yəni 2 üstü 20-yə. Bu da bərabər olacaq. -3-ü 6-ya vuranda olacaq 2 üstü -18 vurulsun 2 üstü 20-yə. Və bir-birinə vuranda yenə üstlər toplanılacaq, olacaq 2 üstü -18 üstəgəl 20. Buradan da olacaq toplayanda qalacaq 2 üstü 2, 2 üstü 2-də neçə eləyir? 4. Yəni doğru cavab olacaq A variantı 13-cü sualda. Keçək 14-cü suala. Deyir ki, olarsa 4 üstü AB-ni tapın. Onda deməli biz nə edərik? 2 üstü A-nı yazıram buradan. 2 üstü A bərabərdir 3-ə. B qüvvətindən, B dərəcədən hər tərəf qüvvəti yüksəlsək, onda olacaq 2 üstü AB bərabərdir 3 üstü B-yə. 3 üstü B-də nəyə bərabərdir? 5-ə. Onda bunu da bərabər edirəm 5-ə. Ya da ayrı yazaq. 2 üstü olacaq AB bərabərdir 5. İndi amma bizdə 4 üstü AB-də 2 üstü AB deyil. Bir də hər tərəf kvadrata yüksəlsək, onda olacaq 2-nin kvadratı neçə eləyir? Olacaq 4 AB bərabərdir 25. Yəni bizdən də 4 üstü AB-ni soruşurdu, oldu 25. Yəni Y variantı. Buranı silək. Sonra 15-ci sual. Deyir ifadəsini ala biləcəyi mümkün qiyməti tapın. O zaman biz nə edəcəyik? Burada kök altında olduğu üçün biz əslində funksiyalar bölməsindən gedib oradan təpə nöqtəsinin koordinatını da tapa bilərik y-in və yaxud da ki kök altında olduğu üçün -x kvadratı üstəgəl 10x çıxılsın 25 ifadəsini böyük bərabər 0 götürməliyəm. Buradan da hər tərəf mənfiyə vursam olacaq x kvadratı çıxılsın 10x üstəgəl 25 böyük, daha doğrusu mənfiyə vurduğumuz üçün kiçik bərabər olacaq 0-dan. Bu ifadədə nəyin açılışıdır? X çıxılsın 5-in kvadratının açılışı. Bu da olacaq kiçik bərabər 0. Yəni bu ifadə kvadrat olduğu üçün üstündə heç vaxt mənfi olmaz. Yəni hər zaman müsbət olacaq. Ən kiçik kökü də burada nə olacaq? Təbii ki 0-a bərabər olduğu üçün olacaq x minus 5 bərabər 0, x bərabər olacaq nəyə? 5-ə. İndi biz x-in yerinə 5 qoysaq buradan 0 çıxacaq və burada da olacaq 3 vurulsun 5 çıxılsın 4 bərabər 3 və 5 15 çıxılsın 4 bərabərdir 11-ə. Yəni doğru cavab olacaq D variantı. Keçək 16-cı suala. Görək bizdən nə istəyir 16-cı sualda. Deyir ki, tənliklər sistemindən x plus y-i tapın modulda. Elə biz buradan alt-alta toplasaq olacaq x kvadratı müsbət 3xy ilə mənfi xy toplasaq eləcək müsbət 2xy bir də üstə gəlsin y kvadratı bərabər 21 ilə 15 toplayanda eləcək 36. Buradan da olacaq bu nəyin açılışdır? Mötərizədə x plus y-in kvadratının açılışı bərabər 36. Hər tərəfdən də kök alsaq x plus y bərabər olacaq neçəyə? 6-ya. Əslində plus minus 6-dır. Sadəcə burada modulda olduğu üçün artıq mənfi 6 olsa belə modulda müsbət 6 çıxacaq. Yəni müsbəti olur hər zaman. Ona görə artıq plus minus yazmağa ehtiyac yoxdur. Deməli 17-ci sual deyir, düz xətlər perpendikulyar olub, düz xəttin üzərində kəsişirlər, k plus b cəmini tapın. İlk öncə hər birinin y-i tapsaq, olacaq y bərabərdir 3x çıxılsın 8-ə. Digərində y tapsaq, olacaq y bərabərdir mənfi kx üstəgəl b. Bir də hər tərəfi 2-yə bölməliyəm da. Olacaq 2-də, buradan yazaq, mənfi 2-də kx b bölünsün 2-yə. Və bizdə burada deyir ki, bu düz xəttin üzərində kəsişirlər. Bu düz xəttin üzərində kəsişirlərsə, 2 dənə düz xəttim var, bir dənə də düz xətt özü verir. Yəni həmin nöqtədə koordinatların hamısı bir-birinə bərabər olmalıdır. Onda mən yuxarıdakı funksiyanı bərabər eləyəcəm bu funksiyaya. Yəni 3x çıxılsın 8-i bərabər eləyəcəm mənfi x-a. Yəni bu funksiya iki funksiyanı bir-birinə bərabər götürdüm. Çünki həmin nöqtədə koordinatlar bir-birinə bərabərdir. Buradan x-i tapsam olacaq mənfi 4x bərabər mənfi 8-ə. Buradan da x bərabər olacaq müsbət 2-yə. X müsbət 2-dirsə aparıb tənlikdə yerinə yazaq. Daha doğrusu funksiyada yerinə yazaq y tapaq. Onda olacaq y bərabərdir. 2 dəfə 3 6, altdan da 8 çıxanda olacaq mənfi 2. Buranı silək. Deməli həmin nöqtənin koordinatları oldu 2 mənfi 2. Və biz gətirib bu funksiyada yerinə qoyub
B-ni tapacağıq. Ondan əvvəl gəlin hələ K-nın da qiymətini tapaq ondan sonra. Yəni əsas odur biz nöqtənin, həmin nöqtənin koordinatlarını tapdıq. Deməli biz K-nı necə tapacağıq? Bu iki düz xətt bir-birinə perpendikulyardsa, onda onların K-larının hasili -1-ə bərabər olmalıdır. Yəni K1 vurulsun K2 bərabər olmalıdır -1-ə. Bu bizim qaydamızdır. Əgər perpendikulyar olarsa, onda olacaq bunun K-sı 3-dür, vurulsun burada da K -2-də K-dır, bərabər olmalıdır nəyə? -1-ə. Buradan K-nı tapsaq, hər tərəf mənfiyə vursaq, olacaq 2-də 3K bərabərdir 1-ə. Buradan da K-nı tapsaq, K bərabər olacaq nəyə? Müsbət 3-də 2-yə. K-nın da qiyməti oldu 3-də 2. İndi aparaq funksiyada yerinə yazaq K-nın qiymətini. Onda olacaq Y bərabərdir 3-də 2 yazsaq K-nın yerinə. Onda olacaq işlər ixtisar gedəcək. Olacaq -3-də 2 vurulsun x bölünsün 2-də. Burada 2-lər ixtisar gedir. Qalır elə 3-də 1 x, bir də üstə gəlsin b bölünsün 2-yə. Aha, deməli burada da oldu mənim funksiyamın yekun qiyməti bu şəkildə. İfadəm belə oldu funksiyam. Aha. İndi nöqtənin koordinatlarını aparaq yerinə yazaq b-nin qiymətini tapaq. Deməli x-i 2 olanda y nə olur? -2. Olacaq -2 bərabərdir. X-in yerinə 2 yazanda olacaq -3-də 2. Üstə gəlsin. Bir də b bölünsün 2-nin özü. Buradan da -3-də 2-ni digər tərəfə atlatsa, onda olacaq b bölünsün 2 bərabərdir. -2-nin üzərinə 3-də 2 gələcəm də müsbət olacaq. Olacaq -2-dən 3-də 2 çıxanda -1/3-də 1, o da eləyəcək neçə? 3-də -3-də 4. Buradan da b-ni tapsaq, çarpaz vursaq 2-yə, b bərabər olacaq -3-də 8-ə. Deməli, b-nin qiyməti oldu nə? -3-də 8. Bayaq k-nın qiyməti neçə idi? K da bərabər olacaq -3-də 1. Deməli, oldu -3-də 1. Daha doğrusu -3-də 1 yox, biz k-nı bayaq necə tapmışdıq? 3-də 2. Onda deməli, biz bu k-nın qiyməti ilə b-nin qiymətini toplasaq, olacaq 3-də 2, üstə gəlinsin -3-də 8. Bu da bərabər eləyəcək -3-də 6. -3-də 6 eləyəcək 6-nı 3-ə bölündə -2. Yəni yekun cavabım olacaq -2-yə. Biraz geniş sual idi. Belə desək. Daha həlli, daha uzun idi. Yəni sadəcə diqqətli olub yazmaq lazımdır. Təbii ki, bu dərəcədə çətin düşməz. Amma şagird bunu işləyə bilirsə, artıq onun funksiyaya aid heç bir problemi olmaz. Yəni bu ağırlıqda sualı işləyə bilsə funksiyadan, onun inanmıram ki, funksiyadan bir çətinliyi olsun. 18-ci sual. Deməli deyək ki, ABCD düzbucaqlısında MN BD-yə perpendikulyardır. AM MD-yə bərabərdir. Yəni bu iki isə BC 8-dir. Bura 8 yazdım. CD də 6-dır. Burada yazdım 6. Və bizdən nəyi soruşur? MN-i. Deməli biz MN-i tapanda elə şəklin üzərində işləyək. Onda biz belə eləyərik də. Bura 8 isə burada 8-dir və yarıya bölübsə MN, onda bura 4 olacaq, burada 4 olacaq. Onda mən bu hissəni tam ortadır deyə, tən orta. Buradan buranı birləşdirsəm, burada elə yarıya bölünmüş olacaq da, həmin tən ortası olacaq. Belə desək, tərəfləri tən ortası. Aha, deməli onda 6-nın yarısı olacaq 3, 3. Bu hissəni də birləşdirsə, bura lazım deyil. Bura olacaq 3 düzbucaqlı, 3 bucaq şəklində. Elə bil hündürlüyü indirdik. Bura 3-dür, bura 4-dürsə, onda burada bir nə deyək? Burada T deyək. TD, yəni hipotenuz olacaq neçə? 5, 3, 4, 5. Onda biz də hündürlüyü tapanda olacaq H bərabərdir. Katetləri hasili, yəni 3 vurulsun 4 bölünsün hipotenuz. Bu da bərabər olacaq 3 dəfə 4, 12. 5-ə də bölsəm düşəcək 2/4. Yəni yekun cavabım olacaq MN. Hündürlüyü 2/4-də. Keçək neçənci suala? 19-cu suala. Deyir 212-nin 40%-ni tapın. Təbii ki, ədədin faizini tapanda ədədi faizi göstərən ədədə vurub 100-ə bölməliyəm. Buradan 0-ın biri gedir, elə 2-yə bölsəm. Burada qalacaq 5, burada qalacaq neçə? 2. Buradan 2-yi 212-yə vursam eləyəcək 424. Onda 5-ə böləndə düşəcək 84/8. 84/8. Buranı silək, keçək 20-ci suala. Deyir ki, dairənin sayəsinin 44% artması üçün radiusu neçə faiz artırmaq lazımdır? Biz bilirik ki, dairənin sayəsi S bərabərdir pi r kvadratıdır da. Buradan kvadrat olduğu üçün belə götürək də. Yəni 44% artması artıq olur 144%. 144%. 144-dən nəyin kvadratı? Təbii ki, 12-nin.
Daha doğrusu faizdən kök almamışdan əvvəl bir dəqiqə uşaqlar. Bunu ədədə çevirək, sonradan kök alaq. 144 faizi, tutaq ki, əvvəl 100% imiş, indi 144% olub da, yəni 44% artıb. Ona görə 144 yazdım. Buradan ədədə çevirəndə, yəni bölməliyəm 100-ə, faiz ədədə çevirəndə olacaq 1 tam böləndə olacaq 1 tam %44. Deməli 1 tam %44 dəfə artıb. 1 tam %44-dən də kök alsaq, burada kvadratda axı r kvadratı bərabər 1 tam 44'ə. Buradan onda r bərabər olacaq nəyə? 1 tam onda 2'yə. Deməli əvvəlcə r'imiz tam idi, yəni 100% idi. İndi oldu 1 tam onda 2. Yəni 1 tam onda 2 dəfə artma 20% artma. Hatta bu da faizə çevirsə 120% olacaq. Faizə çevirəndə də 100'ə vurur. Deməli əvvəlcə 100%, indi oldu 120%. Yəni neçə dəfə artdı? 20%. 20%. Silək, keçək 21-ci suala. Deyir ki, B-nin neçə tam qiymətində xətti funksiyasının qrafiki 1, 3 və 4 rübələrindən keçər. Ümumiyyətlə buradan koordinat sistemi çəksək, bu şəkildə bura y olsun, burada olsun x olsun, yox, daha doğrusu x-dir və 1, bura 2, 3 və 4. 4. Bu da 4-cü rüb. İndi birinci, daha doğrusu ikinci rübdən keçməsin deyirik də. 1, 4 və 3-dən, yəni aşağıdan keçsin. Aşağıda keçmək üçün mən demişəm ki, sərbəst hədd neçədirsə y oxunda həmin nöqtədə kəsir. Yəni y oxunu mütləq şəkildə mənfidə kəsməlidir ki, bu 3 rübdən keçsin. Yoxsa yuxarıda kəssə, yəni müsbətdə kəssə, ikinci rübdən də keçsin. Onda deməli 3b çıxılsın 19 kiçik olmalıdır nədən? 0-dan. Buradan da olacaq 3b kiçikdir 19-dan, b də kiçikdir 3 tam 10-da. 19'u böləndə neçə eləyir? Tam bölünmür da 3'ə, hə? 6 tam 3'də 1 eləyir. B-nin bu qiymətini tapdıq. İndi bizdə burada K-nın qiyməti, yəni K-nın qiymətini, K-nın yerinə nə yazıblar? B çıxılsın 2. Və buradan nə olmalıdır? Mütləq şəkildə müsbət olmalıdır ki, K müsbət olanda iti bucaq əmələ gətirir də. K mənfi olduqda isə mənfi, yəni kör bucaq əmələ gətirir. Onda ikinci rübdən yenə keçmə ehtimalı var. Onda müsbət olması üçün B çıxılsın 2 nə olmalıdır? Böyük olmalıdır 0-dan. Buradan da B böyük olacaq nədən? 2-dən. Deməli B 2-dən böyük, 6 tam 3'də 1-dən nə olmalıdır? Kiçik olmalıdır. Onda ədəd oxunda 6 tam 3'də 1, bir də 2-ni qeyd edirəm və heç birinin özü daxil deyil. 2-dən böyük, yəni bu isə 6 tam onda 3'dən də kiçik bu isə. Onda olacaq bu arada 3, 4, 5 və 6'nın özü. Yəni 4 qiymətində. 4 dənə qiymətində. 3, 4, 5, 6. Keçək 22, 23 və 24-cü suala. İzahı tələb olunan suallar. 22-ci sual deyir, torbada ağ və qara rəngli kürələri var. Torbadan təsadüfən çıxarılan bir kürənin qara olması hadisəsinin ehtimalı 5'də 2'dir. Torbada 9 ədəd ağ kürə olarsa, qara kürələrin sayını tapın. Deməli, torbada 9 dənə ağ kürə varsa, tutaq ki, bu olsun qara. Qaraların sayı bilmirik, 1x-dir. Bu da olsun ağların sayı, ağ. Bu da 9 ədəd. Biz ehtimalı tapanda nə edirdik? P ehtimal bərabər idi. Əlverişli halların sayını ümumi halların sayına bölürdük. Yəni mümkün hallar. Mümkün cəmi neçə halım var? X üstəgəl 9. Və mənə lazım olan əlverişli hal nə qədərdir? Qara kürə. Bir qara kürə çıxardım da x, onun sayı x. Deyir, çıxma ehtimalı nə qədərdir? 5'də 2. Bunu da bərabər eləyəcəm nəyə? 5'də 2'yə. Buradan da olacaq 5x bərabər çarpaz vursam 2x üstəgəl 18. 2x'i digər tərəfə keçsin. 5'dən 2 çıxanda qalacaq 3x bərabər 18'ə və x də bərabərdir 6'ya. Deməli, qara kürələrin sayı neçə oldu? 6 olmuş oldu. Elə məndən də nəyi soruşurdu? Qara kürələrin sayını. Yəni doğru cavab olacaq 6. Buranı təmizləyirəm, keçirəm. 23-cü sual deyir, Əli yolun 8'də 3 hissəsini getdi. Əli yolun yarısına çatmaq üçün 5 kilometr yol getməlidir. Yolun uzunluğunu tapın. Deməli, əgər Əli 8'də 3'ünü gedibsə yolun və yolun yarısı neçədir? 8'də 4 da, 8'də 4. 4. Deməli, buradan bura nə qədər gəlməlidir? 8'də 1, yolun 8'də 1'ini gəlməlidir. Və deyir, neçə kilometr yol getsin ki, yarısına çatsın? 5 kilometr. Deməli, 8'də 1, 5'ə bərabərdir. Hansı ədədin 8'də 1, 5'ə bərabərdir? Yəni, 8'də 1 hissəsi 5 olan ədəd. Təbii ki də 40. Yəni, 5'i böləsən 8'də 1'ə, böləndə tərsinə vurmalıyıq. 1'də 8'ə. Bu da eləyəcək neçə? 40 kilometr. Yəni yolun ümumi uzunluğu olacaq 23'də 40 kilometr. Sonra keçək 24-cü suala. Suallar axıra yaxın biraz ağır suallardır uşaqlar, etiraf eləyək. Tənliyin kökləri x1, x2'dir. Deyir x1'in kvadratı çıxılsın, x2'in kvadratı 48 olursa c-ni tapın.
Deməli biz burada ilk öncə çevrilmiş kvadrat tənliyi gətirsək, hər tərəfi yəni 2-yə bölsək, onda olacaq x kvadratı çıxılsın 12x, bir də üstə gəlsin c bölünsün 2-yə. Hər tərəfi 2-yə böldük. Bir teoremindən geçsək, onda olacaq kökləri x1 plus x2 bərabər kökləri cəm əks işarə ilə p, yəni mənfi 12-nin əksi olacaq müsbət 12. Kökləri hasildə, yəni x1 olsun x2 də bərabərdir sərbəst həddə. Sərbəst həddə c böl 2-dir. Onda mənə verilən ifadədən istifadə eləsəm, açılış yazsam, olacaq x1 çıxılsın x2, bir də x1 üstəgəl x2 də açılışı bərabər 48. İndi cəmi mənə verib 12-dir. Onda olacaq x1 minus x2, bunun yerinə 12 yazsam, 48 12-yə bölündükcə düşəcək 4. Deməli, x köklər fərqi nə oldu? 4. Cəmi də mənə verib ki, 12-dir. Onda buradan yazıram, x1 çıxıl, üstə gəlsin, x2 bərabər neçəyə? 12-yə. Sistem tənliyi kimi buradan kökləri tapsam, alt-alta toplasam, x2-lər gedir. 2x1 bərabərdir 16-ya, x1 də bərabər neçə çıxır? 8. x1 8 isə 8-dən neçə çıxsam? 4 qalar, təbii ki 4 çıxsam. Buradan olacaq x2 də bərabərdir 4-ə. Aha, indi biz c-ni tapsaq nə edəcəyik? Bu qiymətləri gətirib burada yerinə yazmalıyıq. Onda olacaq x1 4 vurulsun 8 bərabərdir c bölünsün 2. Buradan da çarpaz vursaq c bərabər 4 dəfə 8 32. Onda 2-yə vursaq eləyəcək 64. Yəni c-nin qiyməti bərabər oldu 64-ə. Keçək sonuncu sualımız 25-ci suala. Deməli 25-ci sualda uşaqlar, birinci ilk öncə biz həcmi tapmalıyıq. Təbii ki bizdən soruşur neçə dəqiqə doldurar. Həcmi tapıb ondan sonra dəqiqəni hesablamalıyıq. Yəni məsəl üçün ölçüləri verilib 5, 8, 15 desimetrdir. Həcm onda nə olacaq? Həmin paralelipedin olacaq 5 desimetr vurulsun 8 desimetr vurulsun 15 desimetr. O da bərabər eləyəcək 600 desimetrin kubuna. Və bizdən də soruşur ki 1 krandan 5 dəqiqəyə 70 litrdir. Yəni 5 dəqiqəyə 70 litr axırsa, onda 1 dəqiqəyə 70-i bölərəm 5-ə düşəcək neçə? 14. 14 litr. Deməli 1 dəqiqəyə 14 litr tökülür birinci krandan su. İkinci krandan da 3 dəqiqə əgər 48 isə 3 dəqiqə 48 litr tökülürsə 48-i bölərəm 3-ə, yəni 1 dəqiqə görüm neçə litr tökülür. 48-i də 3-ə bölündə düşəcək 16 litrə. Deməli 1 dəqiqədə cəmi biri 14, biri də 16 litr su tökülür. Onda cəmi 1 dəqiqəyə bunlardan 30 litr su töküləcək. Aha, deməli 1 dəqiqəyə 30 litr su tökülür. Və mən burada tapmalıyam. 1 desimetrin kubu, bax buradan yazıram. 1 desimetrin kubunda 1 litr su tutur. Onda 600 desimetrin kubu, 600 desimetrin elə olacaq nə? 600 litr. Aha, indi burada cəmi 600 litr su tutursa, bu paraleliped formalı hovuz və 1 dəqiqəyə 30 litr su tökülürsə, onda 600 litri bölərəm 30 litrə, görüm neçə dəqiqəyə tam dolar. 600 də 30-a bölündə 0-a gedər, 63-ə bölündə düşəcək 20 dəqiqə. Yəni yekun cavabım olacaq 20 dəqiqə. Belə, bugünlük bu qədər uşaqlar. İnşallah yenə əlimdən gəldiyi qədər videolar, canlılar çəkib paylaşacağım sizinlə. Sizə uğurlar. Gələn videolarımıza dək görüşərik.